Növbəti 9 nömrəli sınağımızdır. Keçən sınaq biraz asan idi özünüz də gördüyünüz kimi. Bu dəfə sınaqda maraqlı suallar var idi. Deməzdim çətindir, amma maraqlı suallar var idi. İlk 10 sual dostlar, dünən dövlət qulluğu qəbuluna düşən suallar idi. Dünənki qəbul e, suallarının çoxu ilk 10 sual. Qalanda yazmışam yenə 7 suallardan. Gəlin başlayaq birinci növbədə hara. Birinci sual kifayət qədər asan sualdır. Bizdən soruşur ki, Ctrl Escape düymə kombinasiyası nə işə yarayır? Bilirsiniz ki, Ctrl təklikdə qonşu olmayan obyektləri seçmək üçündür. O da var burada. 7-ci sualda səhv etmirəmsə. Escape isə rejimdən çıxmaq, ləğv etmək üçündür. Amma ikisi bir yerdə çıxanda Start menüsünü işə salır. Start menüsünü başqa necə işə salmaq olur? Start menüsü üzərində mouse'un sol düyməsini sıxmaqla və yaxud klaviaturadan Start menü düyməsini tapıb onu sıxmaqla icra etmək olar. B variantı niyə səhvdir? Çünki Task Manager açmaq Ctrl Shift Escape ilədir. İş masası piktoqramların ölçüsünü dəyişmək kombinasiya ilə deyil. Açıq pəncərələri nizamlamaq ola bilər ki, aeroflip və nəzərdə tutulur Alt tab, Win tabla. Bütün açıq qovluq və pəncərələri bağlayır. Bu da ki, Alt F4-dür bilirsiniz. İkinci sual. Nəinki lazer, ümumiyyətlə printerin işləmə sürəti deyəndə onun 1 dəqiqədə nə qədər səhifə çap etməyindən söhbət gedir. Təbii ki, burada başqa çaşdırıcı bir məqam da yoxdur. Məntiqlə fikirləşən adam bilər ki, mən bu printerin sürətini hardan bilərəm? Baxaram ki, 1 dəqiqədə nə qədər çıxardır? Tutaq ki, bu çıxardır 10 dənə, o birisi çıxardır 20 dənə. Hə, deməli 20 dənə çıxardan daha sürətlidir. O məntiqlə yanaşsın məsələyə. Üçüncü sual gözəl sualdır. Sevdim mən bu sualı. Home lent tabının paragraf lent qrupunun içərisində deyir ki, biz abzasları siyahıya çevirə bilirik. Və sual budur ki, həmin bu siyahılar necə ola bilər? Yəni nümunələr göstər. Deyərsən markerli siyahılar, nömrəli siyahılar və yaxud da çox səviyyəli siyahılar. Deməli düzgün cavab 1, 3 və 4. Siyahıların başqa növü yoxdur. Dördüncü sual. Antivirus proqramları məktubun hansı elementini yoxlayır? Biz sizə məktubda hansı hissə var bizdə? From hissəsi var. O məktubu göndərən adamdır. Orada virus ola bilməz. To hissəsində də ola bilməz. CC-də də olmaz. BSS-də də olmaz. Subject-də də olmaz. Subject yəni onun mövzusunda da olmaz. Mətndə də olmaz. Harasında olar? Sən əgər kiməsə viruslu nəsə göndərirsənsə, bunu nə edərsən? Ya link formasında göndərərsən. Əgər cavab tutaq ki, C variantı cavabda olmasaydı, məcbur mətni də yoxlamaq lazım idi. Çünki aydın məsələdir ki, bu mətndə də hansısa bir link ola bilər ki, o bizi viruslu fayla yönləndirir. Amma burada çox aydın məsələdir ki, elektron məktubun qoşma faylını, yəni onunla birlikdə göndərilmiş faylı diqqətli olmaq lazımdır. Antivirus da onu yoxlayır. C variantı. Beşinci sual. Xanaya mətn və yaxud ədəd deyil, məhz düstur daxil etmək üçün qarşısında bərabər işarəsi olmalıdır. Yəni C variantı. Bu ikonu biz keçmişdik harda? Qlobal şəbəkədə, düzdür? İndi həmin PDF-i də sizin üçün göstərəcəm. Internet Corporation Assigned Name, nəsə belə bir uzun adı var. Orada da qlobal şəbəkə mövzusundan xəbərdar olan istənilən adam bilir ki, söhbət elə A variantından gedir. Burada domen ünvanları göstərmişdim. Bəli. ICANN şirkəti Internet Corporation for Assigned Names and Numbers. Və budur. Ona görə də düzgün cavab təbii ki, A variantı. Domen adların verilməsi və idarə edilməsi həyata keçirən şirkət. Mətn fraqmentinin ayrı-ayrılıqda, yəni bir fraqmenti seçdim, bir də uzaqda başqa bir fraqmenti seçdim. Yəni qonşu olmayan demək istəyir. Və əgər qonşu olmayan fraqmentlərin seçilməsi deyirsə, Ctrl düyməsi. Digər variantlar niyə səhvdir? Shift düyməsinə sürükləyəndə, yaxud Shift-i basılı saxlayıb hərəkət edəndə bütün qonşuları, yəni ardıcıl olanları seçir. Shift Tab. Bu düyməni biz harda görmüşük? Bu düymə cədvəldə bir xana sola qayıtmaq üçündür. Shift 6 harda görmüşük biz? Dil dəyişəndə, klaviaturanın yaz dilini dəyişəndə. 6 harda görmüşük? Obyektin qısa yolunu yaradanda. Amma Y düzgün cavabdır. İş masasında bilirsiniz ki, sistem qovluqlarımız əsasən 5 dənədir. Onların içərisindən network, şəbəkə qovluğunun işi nədir? Şəbəkə resurslarının girişini təmin, yəni
Şəbəkə resursu nə deməkdir? Lokal şəbəkədə istifadəçilərin hamısının əl atıb məlumat götürə bildiyi şeylərə deyirlər şəbəkə resursları. Həmin şəbəkə resurslarına girişi təmin edən bizim network qovluğumuzdur və yaxud qoşulduğumuz şəbəkənin işini tənzimləmək də bura aid edilə bilər. 9-cu suala gəlirik. Asan sualdır. Rotate nə deməkdir? Fırlatmaqdır. Left soladır. Bu da 90 dərəcədə yazıb burada hər şey düzdür. Seçilmiş qrafik təsvir 90 dərəcə sola döndəriləcək. Deməli cavab nə olacaq? B variantı. Bu B-dir, bu da C-dir. Düşməyib burada. Qeyd olunmuş obyektlər 90 dərəcə sola döndəriləcəkdir. Qeyd olunmuş obyektlər. Bir dənə də ola bilər, birdən çox da ola bilər. Çünki burada position objects yazılıb. B variantı düzdür burada. Şəkildə göstərilmiş əmrin təyinatı nədir? Hə, bunu gərək sizə əyani şəkildə göstərim. Nə demək istəyir? Deyir ki, sütunların enini onun içindəki məlumata uyğunlaşdır. Misal üçün, bu sütunun eni biraz belə böyüdür, düzdür? Həmin bu sütunu seçirəm. Formatın içindən bu əmri seçirəm. Autofit column with. Yəni, sütunun enini içindəki məzmuna uyğun olaraq böyüt. Və yaxud da sütundakı məlumat azdırsa, da gördüyünüz kimi, həmin sütunu seçirik. Bu dəfə də məlumatı az olduğu üçün sütunun enini balacalaşdırır. Bir sözlə, bu əmrin təyinatı qeyd olunmuş xanaların məzmununa uyğun olaraq sətirlərin hündürlüyünü yox, sütunların genişliyini tənzimləyir. Baxaq görə hansı variantdadır o? Qeyd olunmuş sütunların enini xeyir, cədvələ yeni sütun xeyir. Elə D variantı uyğun gəlir. Sütunların eninin avtomatik tənzimlənməsi nəyə uyğun? Qeyd olunmuş xanaların məzmununa uyğun. D variantı. Gözəl sualdır. Əslində tərcümə də bizə cavabı deyə bilərdi, əgər diqqətli olsaydıq. Keçid alırıq 11-ci suala. Bu da gözəl sualdır. Excel-lə bağlı çox sevilən suallardan biridir. Funksiyaların bilirsiniz ki, bir çox kateqoriyaları var, hansı ki biz onların hamısını bilməliyik. Mətn funksiyalarını hansıları öyrənmişik? Len öyrənmişik, left öyrənmişik, right öyrənmişik. Burada da right uyğun gəlir. Məntiqi funksiyalardan and-dir, or-dur, not-dur, if-dir, bunlar öyrənmişik də, düzdür, Y variantıdır. Qaldı ki, statistik, burada da average ilə başlamışdıq. Count, countif, count A, bunlar da statistik. Bu əsasən bu əsaslı şeyləri soruşur. Bu da ki, A variantına uyğun gəlir. Qaldı ki, ABS ilə faktorial, bunların hər ikisi riyazi trigonometrik funksiyalar, yəni riyazi funksiyalara aiddir. İndi mən sizə Excel ilə bağlı həmin o səhifəni də göstərəcəm ki, yəni biz onu hardan bilməliyik, hardan oxumalıyıq ki, bilək, daha belə yaxşı olsun bizim üçün. Hal-hazırda açıram sizin üçün həmin o lazım olan təqdimatı, magistratura, təqdimatlar, və Excel 2019. Biz bu barədə danışmışdıq, yadınıza gəlirsə əgər. Baxın, buradadır. Görürsünüz, statistik funksiyalar, average, countlar, maksimum, minimum. Qalanları da göz qabağında. Deməli, 1D, 2Y, 3A. 100, hə, 3A. D-yə, düzdür. Bu sual məncə sizə tanış gəlməlidir. Bir dəfə işlətmişəm belə bir oxşar sual sizə. Fayllar üzərində nə etmək olar? Faylı miqyaslaşdırmaq olmaz. Faylı kitabxanaya əlavə etmək olmaz. Faylı açmaq olar, köçürmək olar, adını dəyişmək olar, silmək olar, yenisini yaratmaq olar. Faylın kontekst menüsündə bu əmrlərin hamısı mövcuddur. Bu sual da qəbula düşüb dünənki qəbul sualıdır. Çapdır, sadə bir çapdır, tapmaq lazımdır. Deməli, birinci növbədə baxırıq, yazıblar burada even page only, yəni yalnız cüt səhifələr çap olunacaq. Bizə deməli, baxırıq ki, burada cüt deyirsə, yalnız 4 ilə 6 düşür ora. Deməli, 2 səhifədir. 2-ni bölürsən 1-ə, təzədən 1-ə bölürsən 1-ə, təzədən vurursan kopya sayına. Deməli, neçə səhifə lazım imiş? 12 səhifə bizə lazım imiş. Sadə bir çap məsələsidir, yəni artıq heç nə yoxdur. Windows əməliyyat sistemində hansı aero funksiyaları var? Aero shake var. Amma burada snake yazılıb, adamı çaşdırır, görürsünüz. Pick, shake, snap, flip. 2, 5, 6, 7. C var. 15-ci sual. Bu da öncəki aylarda dövlət qulluğu qəbuluna düşən sualdır. Cədvələ yeni sətir əlavə eləməyin yolu hansıdır? Deməli, cədvələ sətir əlavə eləmək bir mənalı şəkildə
Table design tabından yox, layout tabındandır. Baxın, bu cədvəlimiz olsa əgər bizim, cədvələ sətir əlavə edilmişsə, table layout-a getməlisən də. Yəni, o mümkünsüzdür ki, sən onu table design-dan eləyə biləsən. Oradan da insert right-la insert left sola və yaxud sağa sütun əlavə etməkdir. Amma insert above və yaxud insert below görsən, onda deyərsən ki, bu sətir əlavə etmək üçündür. Hansı ki, özündən yuxarı və yaxud özündən aşağı. Hətta mən sizə demişdim ki, Word-də buna icazə verilsə də, Excel-də belə deyil. Excel-də sütun əlavə etmək yalnız özündən sola, sətir də özündən yuxarıdır. Bu halda mümkündür. Yəqin internetlə bağlı kiçik bir xəta var. Amma mənim internetim ev interneti deyil, Wi-Fi-dir. Yəni SATA internet. Düzələr inşallah. Yəqin ki, indilərdə bir balaca yerini dəyişdirmək üçün. Davam eləyək növbəti əmrlə. Obyektlər hansı hallarda solğun ola bilər? İki hal ola bilər də. Bir bilirsiniz ki, hidden atributu ilə gizlədildikdə, bir də cut əmri ilə kəsildikdə gizlədilə bilər. 17-ci sual. Düzgün MAC adresi tapın. Bilirsiniz ki, MAC adresdə 6 hissə olmalıdır və hər bir hissə o birisi ilə ya qoşa nöqtə ya da tire ilə ayrılmalıdır. İstifadə olunan rəqəmlər 0-dan 9-a qədər, istifadə olunan hərflər A-dan F də daxil hərflər ola bilər. Bu məsələyə görə bir yanlışdır. 3-də limiti aşıb 7 dənə hissə veriblər. 4-də yenə də 29B var. Biz demişik ki, ikili ola bilər. Burada 3 dənədir. Yəni, parçalar özləri düzlüyündə 2 hissəli olmalıdır. Və qaldı ki, 5 düzdür. 2 və 5. 18 nömrəli sualımıza keçid alırıq. Burada da yenə çap məsələsidir. Bizdən soruşur ki, neçə dənə A4 lazımdır. Odd page yazıb yalnız tək səhifələr. 2 çıxmayacaq cütdür. 4-dən 8-ə qədər də 5 ilə 7-ni çıxardarsan, cəmi 2 dənə səhifə çıxar. Yalnız 2 səhifə kifayət eləyər. Həmin 2 səhifəni bölərsən 1-ə, bir dəfə də bölərsən 1-ə, sonra da 2-ni vurarsan 5-ə, deyərsən neçə A4 lazımdır? 10 A4 lazımdır. Sevay. Kompüterin əsas xarakteristikalarına aid deyil. Kompüterin tutduğu sahə, hissəsi yaradan kompaniya, xarici qurğuların sayı, təsvirlərin keyfiyyəti. 1, 4, 5 və 7. Qalanları hamısı xarakteristikalara aiddir. TXT formatında, tutaq ki, PDF formatında sənədi başqa bir formatda yadda saxlamaq bütün ofislərdə F12 düyməsinə müvafiq olan Save As bölməsindən həyata keçirilə bilər. Buradan sənədin adını, tipini dəyişmək, parol məsələsinə diqqət etmək, yəni parolla yadda saxlamaq da mümkündür. Sonuncu əməliyyatı əksinə çevirir. Yəni, əvvəlki vəziyyətə baxanda böyük hərfləri kiçik hərfə, kiçik hərfləri isə böyük hərfə keçirən əmr hansıdır? Bu bizim toggle case-dir. Yəni, əksinə, registri əksinə dəyişdir əmridir. B variantı. Lent interfeysin nəinki Word-də, Excel-də, PowerPoint-də və yaxud da Windows-da gizlədilib göstərilməsi klaviaturadan Ctrl F1 kombinasiyası ilə həyata keçirilə bilər. Çox önəmli və özəl bir sual. Kursorun dayandığı mövqedən sənəddə mövcud başqa bir Word sənədini yerləşdirmək hardandır? Gözəl bir sualdır. Hətta bu daha dərin olaraq da düşə bilər. Söhbət nədən gedir? Kursorun dayandığı yerdən insert tabının obyekt bölməsindən və text from file əmrinin köməyi ilə başqa bir sənədi açmadan bura yerləşdirmək mümkündür. Demək ki, düzgün cavabımız insert A variantıdır. 24-cü sual çox sevilən suallardan biridir. Eləcə də 25-ci sual maraqlı sualdır. Deməli, A1, B1, B2, B3 və C1 xanalarındakı ədədləri cəmləmək lazımdır. Hansı düstur lazımdır? Əgər A1, C1 desə, bura düşür A1, B1 və C1. B2 ilə C3 düşmür cəmə. Deməli, səhvdir. Əgər B variantı desə, A1 oldu, B1, B2, B3, C1 qaldı havada. Əgər C variantı olsa, A1-dən başqa A2 də, A3 də çıxır. Bu bizə lazım deyil. D variantı düzdür. A1, B1, C1, B2, B3. Tam olaraq uyğundur. Y variantında isə A1, B2-də A2 də çıxacaq. Bizə lazım deyil, artıqdır. Aydındır? Çox gözəl bir sualdır. Burada sən diapazonun necə açılmağını bacarmalısan. Ki, yəni mən diapazonu necə açaram? O açanda orada hansı xanalar düşür ora? Çox gözəl bir sualdır.
Eləcə də 25-ci sual yaxşı sualdır. Bunu mən sizə tipini öyrətmişdim əslində ki, necə işləmək lazımdır ki, bu suala düzgün cavab verə biləsən. Sualı sizin üçün kəsirəm. Aha. Bilirsiniz, bu sualı həll eləmək üçün demişdim, nə edirsən? Yazsan ki, sütun maksimum azalar, yaxud da sətir maksimum azalar. Onda da C7-yə yox, düstura baxırsan. Sütun, yəni hərflər maksimum nə qədər azala bilər? Mən A-ya baxıb deyərəm ki, olmaz, boş çoxluqdur. Sətir isə yenə baxıram ki, 3-ə görə hərəkət eləmək olmaz, dollar var qabağında. 4-ə görə hərəkət edirəm, onu da 3% azaltmaq olar. Bu çox önəmli bir məqamdır. İndi yavaş-yavaş başlayırıq təhlil eləməyə. Biz S7 xanasındayıq. Sütunun heç bir halda azalmasına yol verilmir. Sətrin də 3% azalmasına icazə verilir. S7 xanasındayıq. Yavaş-yavaş birinci A5 xanasına. Mən deyərəm olmaz. Niyə olmaz? Çünki 2% azalır. Biz demişik sütun azala bilməz. Deməli elə biri budur. S6-ya olar. Niyə görə? Çünki sütunda problem yoxdur. Sətirdə nə qədərdir azalma? 1 vahid. Mənim də limitlərim aşılmır. B9 olmaz, sütun azalır. Demişik olmaz. F-də sütun artır, rəqəm azalır, amma limitləri aşmamaq şərti ilə. 5. S7-dən S1-ə sütun 6 vahid azalır. Biz demişik nə qədər azala bilər? 3 vahid. Deməli bu da səhvdir. D9-a problem deyil, hərf də rəqəm də artır. Burada da K-da hərf artır, amma rəqəm 4 vahid azalır. Ona görə də bunu da götürməkdə fayda var. 1, 3, 5 və 7. Kim bu sualı başa düşmədisə, soruşa bilər, yenidən izah edə bilərəm. Düşünmürəm ki, çətin sualdır. Hər şey yaxşıdır. Lap yaxşı. 26 nömrəli sualımıza baxırıq. Bu diapazonda neçə xana var? Belə asan sual görsənməyinə kimi baxmayın, nə düşür də, bundan qəbulda düşür. Nə düşürsə onu yəni öyrənmək lazımdır. Xana sayını tapmaq üçün əvvəlcə sütunları yazsan. A, B, C, D. 4 dənə sütun, bərabər 4 sütun. Sətir sayıdakı 10 çıx 5 üstə gəl 1. 10-dan 5 çıxdın 5 eləyir, üstünə gəl 1-din 6. Sütun sayını vurursan sətir sayını, bax, alırsan xana sayını, A variantı. Sort əmri hardadır? Sort əmri Excel-də 2 yerdədir, sizə demişəm. Biri datadır, biri də home'dur. Home olsa home'u götür, olmasa datanı götür, problem yoxdur. 28 gözəl sualdır. Relyasiya verilənlər bazası haqqında verilmiş fikirlərdən səhv olanlar. Struktur elementləri fayldır, sahədir, yazıdır. Düz fikirdir. Yazı cədvəlin sütunu deyil, sətridir. Nisbət, bəli, düzdür. Nisbətin gücü kartejlərin sayıdır. Amma burada domen sayı deyib. Bu nisbətin qüvvəti olmalı idi. Relyasiya hesablamalarına əsasən qeyri-prosedur dillər. Relyasiya cəbr olsa prosedurdur. Bu da düzgün fikirdir. Səhvləri istəyir bizdən. Hər bir sahənin unikal xüsusiyyəti onun uzunluğu yox, onun adıdır. Sahənin adı nə deməkdir? Yəni sütunun adı, yəni atribut. Atribut nədir? Təbii ki, unikaldır. Deməli 1 düz idi, 3, bir də 5 düz idi. Deməli belə çıxır ki, 2, 4 və 6 burada yanlışdır. Xarici yaddaşlar ilə bitməlidir. Əsasən D hərfi ilə bitməlidir. Floppy disk, hard disk. Bir də sonu D ilə qurtarmayan 2 dənə xarici yaddaş qurğusu var. Flash kart, bir də streamer. 1, 2, 3 düzgün cavabdır A variantı. İş masasının fon şəklini hansı variantlarda yerləşdirmək olar? Center mərkəzə, stres dartılmış versiyada soldan sağdan və tile mozaika. Bundan başqa hansı var? Fit var, fill var, spam var. Bir də bunlar. 1, 4, 7. 31-ci sual. Start menüsünü necə açmaq? Bu da D variantıymış. Start menüsünü necə açmaq olar? Yox, kontekst menüsünü. Kontekst menüsünü necə açmaq olar? Shift F10-dan klaviaturadan kontekst menü düyməsi ilə bir də mouse'un sağ düyməsini üstündə sıxmaqla, obyektin üstündə. A variantı. Bu gözəl sualdır. Deyir ki, çapda görsənməyən simvollar, boşluq, tabulyasiya, abzas simvollarını hardan gizlədib göstərmək olur? Bu bir çətin sualdır. Fayl menüsünün
Options bölməsindən oradan display var. Oradan gizlədib göstərmək olar. Tabulyasiya buradır, boşluq budur, bu da paraqraf, yəni abzas işarəsi. Bunlar bizə mane olduğu üçün bizə lazım olur, amma biləsiniz ki, buradan. A2 xanasının qiyməti nədir? Çox asan bir sualdır. S1 xanasını sağdan 3 simvol ayır. Ayırdım. Nə verdin mənə? Net. Deməli cavab A variantı. Net. Aha, S soyadı S filtrini versək, bu şərti ödəyən hansı deyir ki, yazılar görsənir. Nə asan sual. Soyadı S ilə başlasın. Səlimov, Seyfullayev, düzdür? 1 ilə 3. Bəs salam, bu qədər. Nə əndi var, nə oru var, nə notu var. Qəbul sualıdır. Başqa bir şey yoxdur. Aero shake nədir? Shake silkələməkdir, düzdür? Deməli, cari pəncərə istisna olmaqla digər pəncərələr yığılır task bara. Bunun üçün nə etmək lazımdır? Cari pəncərənin başlıq sətrindən tutub silkələmək lazımdır, düzdür? Deməli, elə C variantı. Aktiv pəncərənin başlığından sıçanın sol düyməsilə sıxıb yox, deyəm. Düzdür də. Aşağı yuxarı silkələməklə sola sağa da aşağı yuxarı da ola bilər. Bu B variantı olmaz. Bu aero snap'dir. Bu aero peak'dir. Söyləcəkdir, düzdür. Aktiv pəncərəni aşağı yuxarı və yaxud sola sağa silkələməklə digər pəncərələri minimallaşdırır və ya açır. Düzdür. Fərqləndirilmiş hissə nəyi göstərir? Bəlkə də bir dəfə dərsdə demişəm sizə. Sətr içərisində position mövqe deməkdir axı. Sözün sətirdəki mövqeyini təyin edir. Yəni, seçilmiş mətn fraqmentinin sətr xəttinə nəzərən şaquli vəziyyətini təyin edir. Yəni, bu sətr xəttidirsə, söz sətrinin yuxarısında da ola bilər, ortasında da ola bilər, aşağısında da ola bilər. Hər üç halda bu şaquli yer dəyişmə sayılır. 37-ci sual. Asan sualdır, şəkilli sualdır. Bütün ofislərdə zoom miqyas və bununla bağlı olan digər əmrlər, məsələn, tor xətləri, başlıqlar, onlar hamısı view tabında olan şeydir. Excel-də də belədir. 38. Diaqram A2, S2 diapazonuna uyğun olmalıdır. Əgər belə deyirsə, bura A2-dir. Çox işləmişik də bu sualdan. Bura B2-dir, bu da S2-dir. S1 xanasını bilmədiyimiz üçün nə B2-ni, nə də S2-ni tapa bilmirik. Amma A2-ni tapa bilirik. 1 plus B1 çıx A1. Yəni 4 çıx 1, 3 eləyir. 3-ə də vurursan 9. 1 plus 9, 10 eləyir. Deməli A2 10-dur. Deməli B2 də 10-dur. Deməli S2 20-dir. İstəyirsən B2-ni 10-a bərabər elə S1-i tap. İstəyirsən S2-ni 20-yə bərabər elə tap S1-i. Yəni problem yoxdur. Hər iki halda uyğundur. Gəl elə bu qısa yoldan gedək. B1 bölü 2. Yəni 4 bölü 2, 2. Plus 4 vurulsun S1, yəni 4x bərabərdir 10-a. 4x bərabərdir 8, x bərabərdir 2. D variantı düzgündür. Bu da asan bir sualdır. Qoşma faylın göndərilməsinə bağlı hansı fikir düzdür? Qoşma fayl nə ola bilər? Bizim şəklimiz, video, rolik və s. Bunları göndərmək üçün müəyyən bir limit təyin olunur. Əgər müəyyən olmuş limiti aşanda onu göndərmək olmur. Bəs necə göndərirlər onda? Onda onu Google Drive-a çevirib göndərirlər. Normalda isə icazə verilmir. 40-cı sual sonuncudur. Abzaslar arası məsafə deyir. İki yerdəndir. Bir home'dur, bir də layout'dur. Çox vaxt home düşür cavabda. Çünki bu söhbət bu əmrdən gedir. Həm sətr, həm də abzas arası məsafədir. Eyni şeyi layoutunda, paraqrafın dialoqunda və yaxud elə dialoqdan əlavə burada paraqraflar arası məsafədən təyin etmək olar. Bu da bizim 40 nömrəli sualımızdır. Videonu saxlayacağım. Kimin sualı olsa buyurun.